Salamünaleyküm, hər vaxt xeyir. Sərfəli Lakin daimi izləyiciləri. Mən Söhəfsanda Zeytun dairəsindən 5 dəqiqə məsafədə asfalt yolun üstündə, işıqlı yolun üstündə. Bax, gördüyünüz bu yol Zeytun dairəsinə gedir. Burada məktəbdən də 6-7 dəqiqə məsafəyə bu torpağa gəlmək olur. Burada asfalt yolda görürsünüz. Bu düz 118 nömrəli məktəbə, sonra bağçaya, 100% marketə gedən yoldur. Bu da Zeytun dairəsinə gedən yoldur. Həmçinin burada 6-7 dəqiqə, bəlkə 5 dəqiqə məsafə var ayaqla. Deməli, dostlar, mən sizi burada bir torpaq sahəsi ilə tanış etməyə gəlmişəm. Bu bizim torpağımızın sahəsidir. 4 sot torpaqdır burada. Gördüğünüz kimi bu torpağın iki tərəfə də yolu var. Bak, gördüğünüz o hasarın o tərəfi də enli yol değil. Görürsünüz. Bu yolu da size gösterdiğim. Deməli, dostlar, bu torpağın hal-hazırda sənədi yoxdur. Ancaq bu torpağın sahəsi 4 sotdur. Qalan burada tikillər var. 12 sot torpaqdır ümumiyyətlə. Bu torpağa çıxarmaq mümkündür. Yəni bu torpağın ilkin sənədi var. 12 sot ümumi torpağın. Torpağın yeisi deyir ki, mən gedib sənədi kupça eləyə bilirəm. Bu torpağı alanın da, yəni torpağın kupçası olacaq razılıq əsasında. Yenə qeyd edirəm, torpağımız 4 sot təşkil eləyir sahəsi. 11'in 40'adır. 4 sotdan biraz artıq. Gəlin alın, ev tikin, şatlıq eləyin. Bu arada Sərfəli Əmlak kanalımıza abunə olun ki, yeni çıxan videolarla ən birinci siz tanış olasınız. Satışda 1, 2, 3, 4, 5 otaqlı mənzillərimiz və həyət evlərimiz var. Mülkiyyət çıxarışdan torpaq sahələrimiz var. Bir də rabitə sənaye nəqliyyat, bir də kənd təsərrüfatı təyinatlı hektarlarla torpaqlarımız var satışda. Gəlin alın. Allah alana da xeyir versin, satana da. Sağ olun.